21 dekabr tarixi Azərbaycanda qış fəslinin gəlməsi ilə əlamətdar olsa da, şimal bölgəsində minlərlə şagirdi əhatə edən böyük soyğun hadisəsi ilə də yadda qaldı. Sınaq imtahanı adı ilə tərtib edilən kütləvi bir kampaniya ilə minlərlə şagirdin həm pulu ələ keçirildi, həm də zamanı çalındı. Ötən gün Şahdağ hazırlıq kursları tərəfindən bölgənin bütün rayonlarında təşkil edilən sınaq imtahanının mövcud reallığı tam olaraq bu mənzərəni yaratdı. Öncədən hər şagirddən 8 manat pul toplansa da imtahan baş tutmadı. İmtahan saat 11-ə təyin edilmişdi. Amma bu təhsil prosesi imtahandan çox mülki müdafiə təliminə bənzəyirdi. Ortada nə bir təşkilatçılıq var idi, nə də bir nizamlılıq. Hər valideyn öz şagirdi üçün yer tapır, onu ürəyi istədiyi otaqda yerləşdirir. Sonra o sinif otağı boşaldılır. Şagirdlər başqa otağa keçirilir. Sonra yenə buna bənzər qarışıq bir mənzərə. Bu qatma qarışıqlıq 1 saat davam edir. Sonra hamıya imtahanın təxirə salındığı bildirilərək şagirdlər imtahanların keçirildiyi məktəb binalarından çıxarılır. Bu proses Siyəzəndə, Şabranda, Xaçmazda və Qusarda eyni aqibətlə yekunlaşır. Əvvəl təşkilatçıların avtoqəzaya düşdüyü və yaralandığı arqumenti bildirilir. Daha sonra isə müəyyən təşkilatı çatışmamazlıqlar səbəb göstərilir. Məsələ ilə əlaqədar olaraq Şahdağ hazırlıq kurslarının direktoru Zahir İsmayılovla əlaqə saxladı. O, Sevin Taymaz'a verdiyi açıqlamada yaranan problemin imtahanlara planlaşdırılandan və nəzərdə tutulan saydan artıq şagirdin könüllü qatılması faktı ilə əlaqələndirdi. Açıqlamada söz haqqının tanınması əlbəttə ki, qarşı tərəf olan şəxsin toxunulmaz haqqıdır. Nə qədər absurd və rabitəsiz danışmağından asılı olmayaraq, regionun bütün təhsil sahəsində minlərlə şagirdi əhatə edən belə böyük bir tədbirin təşkilatçısı olaraq biraz da məsuliyyətini dərk etmiş olsaydı, imtahan adı ilə soyğuna çevrilən bu olayın səbəbini belə utopik açıqlama ilə əlaqələndirməzdi. Bu toy idimi çox adam gəldiyi üçün yemək çatmayıb. Zahir İsmayılov açıqlamasında deyir, imtahanları növbəti həftəyə keçirəcəyik. İştirak etməyən şagirdlərin verdiyi vəsaitləri də direktorlara geri qaytaracaq. Subyekt və say olaraq bu prosesdəki şəffaflığın hansı mexanizm ilə təşkil ediləcəyi isə əlbəttə ki, maraqlıdır.